Əgər bunu eşidirsinizsə yatağa baxmayın. Əgər o hələ də oradadırsa sakit olun. Hərəkət etməyin. Nə baş verdiyini izah edəcəyik. Bəziləri səhər saat 4-də oyanıb özlərini nə güzgüdə, nə də yuxuda görməyirlər. Bədəni hələ də yataqda yatır. Əgər bu sizin başınıza gəlibsə, onu oyatmağa çalışmayın. Öz təhlükəsizliyiniz üçün qışqırmayın. Əgər bədən hərəkət etsə, dərhal otaqdan çıxın. Əgər gözlərini açsa, qaçmayın. Əgər gülümsəsə, sizin cəmi 2 dəqiqə vaxtınız var. Bu yuxu deyil, buna yer dəyişdirmə hadisəsi deyilir. Şuurunuz bədənin oyanmasından əvvəl oyananda baş verir. Əgər özünüzü yatarkən görürsünüzsə, o versiyanız boş deyil. Başqasının sizi əvəz etmək üçün bədəndə ola biləcək birisi var. O həmişə yatmaqda qalmaz. Bəzən göz qırpmağınızı gözləyir. Və əgər göz qırpırsınızsa, o hansınızın gerçək olduğunu seçir. Əgər otaqdan çıxıb güzgüdən keçirsinizsə, tez bir baxış atın. Əksiniz bir saniyə çox müddət baxırsa, siz orijinal deyilsiniz. Səsiniz bugün biraz fərqli səslənirsə, siz danışan deyilsiniz. Əgər heç kim fərqinə varmırsa, deməli, siz çox yaxşı qarışıbsınız. 2003-cü ildə Fərhad adlı bir kişi bu yer dəyişdirməni yaşadı. Özünü yatarkən gördü. Arxasına baxmadan, bütün təlimatlara əməl edərək qapını kilitlədi. Amma 2 gün sonra onu mətbəxdə gördü. Əgər özünüzü 2 dəfə görsəniz, onu izləməyin. Əgər insanlar qəribə davrandığınızı deyirsə, əgər ev heyvanınız otağa daxil olduğunuzda qorxursa, onda artıq gecdir. Əgər işıqlarınız yanıb sönürsə, ekranınız donursa, əgər bu videonu izləyərkən nəfəs alma səsləri eşitmisinizsə, onda sizi izləyən versiya olmamalıdır. Yatağınızı yoxlayın. Əgər orada heç nə yoxdursa, deməli, siz heç oyanmamışsınız.